Prezident İlham Əliyevin Azərbaycanda sosial müavinətlərin artırılması ilə bağlı fərmanı sabahdan qüvvəyə minir. Fərmana görə iyulun 1-də sosial müavinətlərin məbləğləri aşağıdakı kimi müəyyən edilib. 1. Orqanizmin funksiyalarının 81-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 manat, orqanizmin funksiyalarının 61-80% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 manat, orqanizmin funksiyalarının 31-60% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 manat. 2. Ailə başçısını itirməyə görə 140 manat. 3. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına 140 manat. 4. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına, himayəçilərinə 140 manat. 5. 1 yaşınadək uşağı olan az təminatlı ailələrə hər uşaq üçün 140 manat. 6. 5-dən çox uşağı olan qadınlara hər uşaq üçün 140 manat. 7. Övladlığa götürülən uşağa 18 yaşına qədər əlilliyi müəyyən edilmiş uşaqlar istisna olmaqla görə 240 manat. 8. Himayədar ailəyə verilmiş 18 yaşına qədər əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə 0-6 yaş arası uşağa görə 500 manat, 7-13 yaş arası uşağa görə 600 manat, 14-18 yaş arası uşağa görə isə 650 manat. 9. Uşağın anadan olmasına görə 600 manat və nəhayət 10. Dəfn üçün 600 manat.